Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində 218 nömrəli məktəbin arxasında asfalt yolun üstündə 4 sotdan da artıqdır değerli izləyicilərimiz. Sizin üçün yaşayışlı özünə məxsus 3 otaqlı evin təqdimatını aparacağım. Değerli izləyicilərimiz, evimizin burası bağ hissəsidir. Gördüğünüz kimi özünə görə meyvə ağaclarıdır, əkibdir. Bu hissəsini təbii ki ev yəsi deyib bağlayacaq. Yəni pəncərə həyətə baxmasın deyən. Evimizin dört bir tərəfinə də rahatçılıqla da fırlanmaq olur değerli izləyicilərimiz. Keçən indi inşallah evin digər tərəfindən də tanış edəcəm. Evimizin ön görünüşüdür. Bu hissədə düzdür, ev yəsi öz tərəfindən əldən mı edibdir? Amma kim istəsə gələcəyində dükan eləyə bilər. Çünki asfaltın üstündədir. Qazımız, işığımız, suyumuz daimdir. Yəni qaz, işıq, su sayğacları var değerli izləyicilərimiz. Evimizin interneti də var. Bu hissədə də evin digər böyük tərəfidir. Keçək indi evin özü ilə də tanış edəcəm. Burada belə bir xudmani balkonu, qəşəng. Bu hissədə Əldam kimi kombisi. Evimiz bünövrəsi, kəmər, beton. Evin pəncərələrin üstünə də kəmər qırıbdır. Daxil oluruq evin içərisinə. Girişdə belə bir koridordur. Koridorumuz istipoldur değerli izləyicilərimiz. Burada sol tərəfdə bizim mətbəximizdir. Mətbəx məbelli, kombisi qalacaq değerli izləyicilərimiz. Bu hissədə bizim qonaq otağımızdır. Qəşəng işıqlı evdir, geniş otaqlardır. Burada bizim yataq otağıdır, geniş, qəşəng. Burada da ikinci yataq otağıdır. Təbii ki burada veşləri yığılıbdır. Ev yəsi inşallah köçəcək. Burada bizim sanitär və sanitär qovşağıdır değerli izləyicilərimiz. İstipoldu, hamamın da polu istipoldu. Koridor proyekti evdir. Değerli izləyicilərimiz, evimizin qiyməti 58.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşmaq olar. Evimizin internet Wi-Fi da var. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.